Mən Nəcəfov Rəcəb Elxanoğlu 2 yanvar 1994-cü ildə Bakı şəhərində anadan olmuşam. 2011-ci ildən Azərbaycan ordularına qəbul olmuşam. Ümumi 10 illik hərbi xidmət dövrünün 8 ilini xüsusi həyatlarda xidmət etmişəm. 2020-ci ildə 27 sentyabrda Kəlbəcər istiqamətindən başlayaraq bir çox döyüş əməklərində iştirak etmişəm. Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd istiqamətlərində döyüş tapşırıqlarında iştirak etmişəm. 3 noyabr Xocavənd istiqamətində düşmənin 2-ci alayına yaxın ərazidə atılan top mərmisi zamanı döyüş yaralanması almışam. Çoxsaylı qəlpə yaralanması və sinir zədələnməsi olub məndə. 2-ci qrup müharibə əliyəm. Yaralanmağım səbəbindən hərbi xidmətdən təxris olundum. Bir müddət, uzun müddət müalicə aldım. Reabilitasiya mərkəzlərində müalicə aldıqdan sonra müraciətimə operativ yanaşıldı. Qısa bir müddət ərzində Dövlət Tibbi Sosial Ekspertiya Reabilitasiya Agentliğində işlə təmin olundum. 2023-cü ilin sentyabr ayından burada işləyirəm. Fəaliyyətimə koordinator kimi başladım burada. Bir müddət keçəndən sonra rəhbərliyin etimadını qazandıqdan sonra qəbul üzrə TİSEK-də, qəbul üzrə koordinasiya rəhbəri təyin olundum. Hər bir insan həyatında olduğu kimi mənim uğur hekayəm buradan başladı. Vətən müharibəsi iştirakçıları, qazilərin, müharibə əlillərinə və döyüş yoldaşlarıma bildirirəm ki, əlillik məhdudiyyət deyil və inanıram ki, hər kəs bu həyatda öz uğur hekayəsini tapacaq.